Kərbəla şəhidləri 1-ci hissə. Nafi İbni Hilal. Əslən Yəmənli olan Nafi İbni Hilal Məzhic qəbiləsindən idi və Kufədə yaşayırdı. Şücayətli, möhtərəm və nəcib bir insan olan Nafi o dövrün Qur'an qirayətçilərindən və hədis toplayan şəxslərdən idi. O, Cəməl, Siffin və Nəhrəvan döyüşlərində iştirak etmiş, Həzrət Əli əleyhissalamın və Həzrət Hüseyn əleyhissalamın sadiq tərəfdarlarından olmuşdur. Nafi İbni Hilalın Kərbəla hərəkatındakı ən önəmli fəaliyyətlərindən biri də onun Həzrət Abbasla birlikdə düşərgəni içməli su ilə təmin etmək səyləri idi. Aşura günü Nafi'nin üzərində kənarına adını yazdığı və ona aid olduğu bilinən oxlar var idi. Rəvayətlərə görə onun oxtanında 70 ox var idi və hər bir oxla bir düşmən döyüşçüsünün canını almışdı. Xüsusi şücaət göstərdiyi döyüşün sonunda bir neçə düşmən əskəri ona hücum çəkmiş və qollarını kəsərək əsir götürmüşdülər. Sonra bu sədaqətli səhabə Şimr lənətullahın tərəfindən şəhadətə çatdırılmışdır.